إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله وصلى الله وسلم وبارك على عبده ورسوله محمد وعلى آله وصحبه أجمعين أما بعد قيام الليل قيام الليل Əziz müsəlmanlar, Allah Subhanahu və Teala bizə bu ibadəti vacib etməsə də, qiyamul leyl namazı sünnə müəkkədə olan namazlardandır. Yəni gücləndirici sünnətlərdəndir. Quran və sünnə bizə bu ibadəti etməyə həvəsləndirib. Qiyamul leyl, yəni gecə namazı imanı təsbit, sabit saxlamaq üçün və həmçinin digər əməllərə səbəb olmaq üçün ən böyük əməllərdəndir. Allah Təbaraka və Teala öz kitabında təqva və iman əhlini mədh edir. Fikir verin. Allah Subhanahu və Teala öz mübarək kitabında təqva əhlini və iman əhlini mədh edir, tərifləyir. Və iman əhlinin sifətlərindən biri də qiyamul leyl namazıdır. Allah Təbaraka və Teala buyurur: "Tətəcəfə cunubuhum anil mədaci'i yəd'unə rabbəhum xawfən və tama'a və mimmə razaqnahum yunfiqun." Onlar gecə namazını qılmaq üçün, fikir verin, tərifləyir Allah. Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır. Tətəcəfə cunubuhum anil mədaci' yataqdan qaldırır. Neynirlər? Yəd'unə rabbəhum xawfən və tama'a qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərc edir. Allah Təbaraka və Teala tərifləyir. Fikir verin. Gecə namazını qılmaq üçün böyürlərini yatağından qaldırır. Allah tərifləyir. Subhanallah. Bunu əksər insanlar dərk etmir. Yəni dərk edə bilmir ki, aləmlərin Rəbbi Allah gecə namazına qalxan insanları tərifləyir. Başqa bir ayədə buyurur: "Vəllezîne yebîtûne li rabbihim succeden və qiyâmə." Onlar gecələrini Rəbbi üçün səcdədə və qiyamda keçirərlər. Allah tərifləyir. Vallahi qiyamul leyl cəhənnəm əzabından qorunmaq üçün, cənnətə düşmək üçün, nicat tapmaq üçün ən böyük səbəbdir. Fikir verin, Allah Subhanahu və Teala müttəqiləri görün necə vəsf edir. Müttəqi, təqva əhli. Allah müttəqiləri bir neçə sifətlərlə vəsf edir və o sifətlərdən biri də qiyamul leyl namazıdır. Baxın, Allah Təbaraka və Teala buyurur: "İnnel muttaqine fi cennetin və uyun." Şübhəsiz ki, müttəqilər, fikir verin, müttəqilər cənnət bağlarında və bulaqlar başında olacaqlar. "Əxizinə mə ətəhum rabbuhum." Öz Rəbbinin onlara verdiyini alacaqlar. Fikir verin vəsflərə. "İnnəhum kənu qablə zəlikə muhsinin." Həqiqətən onlar, yəni həmin o müttəqilər bundan əvvəl muhsinlərdən idi. Yəni bundan əvvəl yaxşı iş görən insanlardan olublar. Kənu qalilən minəl leyli mə yəhcəun.
Onlar gecələr ibadət edib az yatırdılar. Baxın, Allah Təbaraka və Teala tərifləyir. Kanu qalilan minəl-leyl mə yəhcəun. Onlar gecələr ibadət edirdilər, az yatırdılar. Subhanallah. Görün, qiyamul-leyl namazı necə şərəfli bir namazdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Afdalus salati ba'dəl fərida salatul-leyl. Fərz namazlarından sonra ən üstün namaz gecə namazıdır. Sual vermisənmi, nəyə görə gecə namazı fərzlərdən sonra ən üstün namazdır? Niyə? Ona görə ki, bu namaz vallahi ixlasa yaxın olmaq üçün ən üstün namazdır. Bu namaz ixlasa dəlalət eləyən ən üstün namaz olduğu üçün. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Aleykum bi qiyamil-leyl. Sizə gecə namazını tövsiyə edirəm. Fə innəhu də'bus salihinə qabləkum. Həqiqətən bu namaz sizdən qabaqçıların işi idi. Yəni daha çox onlar qılırdılar. Və huva qurbətun ilə rabbikum. Və bu namaz sizi Rəbbinizə yaxınlaşdırır. Və məkfəratun liseyyiət. Və günahlarınızın bağışlanmasına kəffarədir. Allahu Ekber. Və mənhətun lil-izm. Və həmçinin sizi günahdan uzaq edir. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, İnnə fil cənnəti qurafən. Cənnətdə bir otaq var, otaq. Tura zuhuruha min butunihə. Həmin o otağın zahiri içindən görünür. Və butunuha min zuhurihə. Və içi də zahirindən görünür. Fəqamə ə'rabiyyun fəqal, limən hiyə ya Rasulallah. Və ərəblərdən biri, ə'rabi, bədəvilərdən biri qalxır, deyir, ya Rasulallah, o otaq kimlər üçündür? Peyğəmbər sallallahu aleyhi və səlləm görün nə deyir? Limən ətabəl kələm. Gözəl kəlam deyənlər və at'amət ta'am, miskini yedizdirənlər və ədəməs siyam, davamiyyətli oruç tutanlar və sonra fikir verin. Və sallə lillahi billeyli və nəsu niyəm. Gecə insanların yatdığı vaxtı Allah üçün namaz qılan. Allahu Ekber. Yəni söhbət qiyamul-leyl namazından gedir. Və başqa bir hədisdə Cəbrail aleyhisselam gəlir Peyğəmbər sallallahu aleyhi və səlləm yanına deyir, ya Muhammed, ey Muhammed, nə qədər istəsən yaşa, bir gün öləcəksən. Kimi istəsən sev, bir gün ayrılacaqsan. وَعْمَلْ مَا شِئْتْ فَإِنَّكَ مُجْزِئٌ بِهِ. Və nə istəyirsən et, mükafatını görəcəksən, yəni əvəzini. Sonra deyir ki, وَعْلَمْ بِلْ أَنَّ شَرَفَ الْمُؤْمِنِ قِيَامُهُ بِالْلَيْلِ. Və bil ki, müminin şərəfi onun gecə namazlarıdır. Subhanallah. Fikir verin. Bəzi insanlar elə bilir ki, onun şərəfi onun malıdır. Onun atsanıdır, onun diplomudur və s. digər şeylər. Xeyr, müminin şərəfi bu deyil. Müminin şərəfi onun gecə namazıdır. Nəyə görə gecə namazı müminin şərəfidir? Ona görə ki, ixlasının gücünə dəlildir. Həmçinin, necə bilirsiniz, Allah subhanahu və teala hər gecənin 1/3 dünya səmasına inir. Nə deyir? Allah Təbaraka və Teala inir. Nə deyir? Həl min da'in fəəstəcibə ləh. Dua edən varmı? Cavab verim. Allahu Ekber. Həl min mustağfirin fəəğfirə ləh. Bağışlanma istəyən varmı? Bağışlayım. Allahu Ekber. Bir neçə dəqiqələr, lakin fəzilətə bax. Allah Təbaraka və Teala bizdən ehtiyatsızdır, ğaniyyun
Biz ona möhtacıq, fəqirik Allaha. Allah öz qullarını çağırır. Hanı günahkarlar, hanı asilik edənlər? Subhanallah, Allah enir, lakin bəzi insanlar yatır. Tavus İbn Kiysən rahiməhullah tabinlərdən və ya ətbəy təbinlərdən olub, sübhə yaxın olan bir vaxt bir kişinin qapısının yanından keçir və qapısını döyür və ev əhli deyir ki, evinin əhli, innəhu nəim, o yatıb. Tavus təəccüblənir, deyir ki, keyfə yənəm, necə olur ki yatır? Həl hunəkə insanun yənəmu fi hədəl vaqt, yəni bu vaxtı yatan insan mı olar? Allahu Akbar. Yəni Allah Subhanahu ve Teala dünya səmasına inib, bu yatıb. Allah çağırır, həl min da'in fəəstəcibə ləh, dua edən varmı, duasına cavab verim. Bu yatıb. Həl min mustağfirin fəğfirə ləh, günahlarından bağışlanma istəyən varmı, bağışlayım. Bu yatıb. Günahkarlar yatıb. Allah Subhanahu ve Teala çağırır. Bir gün Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, ni'mər racul Abdullah lev kâne yusalli minəl-leyl. Abdullah, yəni İbn Ömər radiyallahu anhuma, nə gözəl kişidir, əgər qiyamul-leyl namazını qılırsa. Subhanallah, görün Peyğəmbər sallallahu aleyhi ve sellem qısa kəlmələrlə, ni'mər racul, nə gözəl kişidir Abdullah, lev, əgər kənə yusalli minəl-leyl, gecələr namaz qılırsa. Səlim deyir ki, Abdullah deyir, ondan sonra gecəni tam yatmadı. Subhanallah. Hafiz İbn Həcər rahiməhullah bu hədisi təliq edərkən görün nə deyir? Deyir, hər kim gecə namazına qalxırsa, o gözəl kişidir. Yəni bu hədisdən ona pay var. Qiyamul-leyl namazına vallahi mane olan ən böyük səbəb günahlardır. Yəni günahlar səni Rəbbindən uzaqlaşdırır. Əz-zunub vəl-məasi hiyə səbəb kullu bəlain və şəqa. Yəni asiliklər, günahlar bütün bədbəxtçiliyin, bütün bəlanın səbəbidir. Və hirmənin fid-dunya vəl-əxirə, və bu dünyada və axirətdə məhrum olmaqdır. Fudeyl İbn İyad rahiməhullah deyir, İzə ləm təstəti' alə siyamin nəhar və lə qiyamil-leyl, sən deyir, gündüz oruclarını və gecə namazlarını bacarmırsansa, fə'ləm, bil, ənnəkə məhrum, sən məhrumsan. Mukəbbəl, kəbbələtkə zunubuk, yəni günahların səni qandallayıb, yəni əl qolu bağlayıb. Ona görə İbn Məs'ud radiyallahu anhuma, Abdullah ibn Məs'ud, bir kişi Abdullah ibn Məs'uda şikayət edir. Deyir, İnnənə lə nəstəti'u ən nuqiməl-leyl, biz gecə namazına qalxa bilmirik. İbn Məs'ud görün nə deyir? Deyir, günahlarınız sizi otuzdurub. Yəni günahlarınız mane olub. Ona görə Həsən Əl-Basri rahiməhullah buyurur, İnnər racul ləyəznəbu zəmb və yuhram qiyaməl-leyl. Kişi günah işlədir və bu günah səbəbi ilə gecə namazından məhrum olur. Ona görə əgər gecə namazına dura bilmədinsə, otur fikirləş. Otur fikirləş. Subhanallah, gör gündüzlər nə günah etmisən? Qeybət mi etmisən? Söyüş mü söymüsən? Yoxsa hansısa günah etmisən? Ola bilsin, harama baxmısan. Vallahi gündüz etdiyin günahlar səni gecə namazından məhrum edir. Həmçinin gecə namazına qalxmaq üçün səbəb qiyamul-leyl namazına qalxmaq üçün ən böyük səbəb əd-dua, dua etmək. Vallahi dua təvfiqun minallah, Allahdan müvəffəqiyyətdir.
hibətun rabbaniyyə, atiyyətun rəhmaniyyə. Alimlər deyir, yəni Allahdan qula verilən Rəbbani hədiyyədir, Rəbbani bəxşişdir. Atiyyə, qul Rəbbindən dua edir, yalvarır Allaha. Ya Rab, ya Allah, ya Hayyu, ya Qayyum, ya Zəl Cəlali vəl İkram, ya Rabbəl Arşil Azim. Məni müvəffəq et bu gecə qalxıb ibadət etməyə. Yəni qul yalvarmalıdır. Vallahi dua ən böyük səbəbdir. İstə, Allahumma əkrimni və vəffiqni və a'inni fi hədihil leylə alə vüquf beynə yədeyk. Allaha yalvar. Allahım, ya Hayyu, ya Qayyum, bu gecə sənin qarşında dayanmağa mənə yardım et. Və dua ən böyük səbəbdir. Və bəzi qardaşlar, çox təəssüflər olsun, duanı yaddan çıxardır. Həmçinin səbəblərdən əl-iksar min zikrillah, Allaha zikr etməyi çoxaltmaq. Niyə? Li'annəl iksara min zikrillah yu'til insana quvva. Çünki Allahı çox zikr etmək insana qüvvət verir. Necə ki, bunu İbn Qayyim rahimehullah deyir, zikrin faydalarından. Və yu'til insana tevfiqan, və insana müvəffəqiyyət verir. Və intisaran alən nəfs vəl həva və şeytan, və insanı nəfsdən, havadan və şeytandan qoruyur. Subhanallah, insana güc gələndən sonra, müvəffəqiyyət gələndən sonra, şeytandan qorunandan sonra niyə gecə namazına qalxmayasan? Bu da ona dəlalət edir ki, insan gecə namazına qalxmaq istəyirsə, gündüzlər zikirlər eləməlidir. Və həmçinin yaddan çıxartma. Allah təbaraka və teala sevir ki, qulu onun ayələrini gecə onun qarşısında durduğu halda oxusun. Və Allah subhanahu və teala istəyirəm ki, dinləyənlər üçün faydalı etsin. Və həmçinin Allah təbaraka və teala istəyirəm ki, bizi qiyamul leyl namazlarından məhrum etməsin. Və sallallahu və səlləmə və barak alə abdihi və rasulihi Muhammed. İxlasla.com saytı tərəfindən təqdim olundu.